Bismillahirrahmanirrahim. Assalamu aleyküm hörmətli izləyicilər. Bugün sizlə çox mühüm bir məsələni, mələyimizin adı nədir? Bu İslamda adlanır, deməli müvəkkil. Hər kəs öz müvəkkilinin ismini tapa bilər. Öz mələyini tapmaq başqasının da nurani və zülmani mələklərini də hesablaya bilər. Hər hansı bir ayənin və yaxud əsmanın, yəni Allahın isminin müvəkkilini də bu qaydada hesablanır. Məsəl üçün, sən dua edirsən, dua yazırsan kimin üçünsə, hansısa bir ayəni yazırsansa, o ayənin müvəkkilinin ismini necə tapırsan, həmən insanın müvəkkilinin ismini necə tapırsan, bunların hamısını sizə qeyd edəcəyik. Hansı mələkdən söhbət gedir? Namaz əsasındakı salam veririk. Həmən mələklərdən bir şeyi də qeydinizə çatdırım ki, namaz tamamlanmamış, namazdan, üzü qiblədən dönməyin. Namazı tamamlayandan sonra, yəni Allahu Əkbər dedin, namazını bitirdin, ondan sonra mələklərə də salam verə bilərsən. Namazı tamamlamamış mələklərə salamlamaq, qiblədən dönmək namazı batil edər. Deməli, kimin adını hesablayaq? İki cahan nuru fəxr aləmin Muhammed sallallahu aleyhi və alihi və səlləmin ismini hesablayaq birinci. Bu necə hesablanır? Hər bir ismi bu qaydada hesablaya bilərsiniz. Addakı əbcəd sayına baxırıq. Hərflərin əbcəd sayına. Muhammed ismində neçə mim hərfi var? Yəni m hərfi, ərəbcə bilməyənlər üçün deyək, 3 dənə. Mim hərfinin əbcəd sayı nədir? 40. Gördüyünüz kimi mim hərfinin əbcəd sayı 40-dır. Deməli, burada mim hərfi neçə dənə oldu? 3 dənə. Əbcəd sayı neçədir? 40. 40-ı nə edirik? Vururuq 3-ə. Neçə alındı? 120. Hə hərfi. Peyğəmbər Əfəndimizin ismində. Hənin əbcəd qarşılığı neçədir? Baxırıq buradan. 8. Əbcəd tablosu internetdə var. Bunu internetdən, Google'dan götürə bilərsiniz. Belə də skrin edib götürə bilərsiniz. Hə hərfinin əbcəd sayı neçə oldu? 8. Digər hərf nə hərfidir? Dəl hərfi. Gördüyünüz kimi dəl hərfi əbcəd sayı neçədir? 4. Biraz səliqəsiz yazıram, rahat yaza bilmirəm deyə. Deməli, 120-nin üstünə gəlirik 8-i. Neçə elədi? 128. Üstünə 4-ü də gəlirik, neçə elədi? 132. Hə, indi adımızın əbcəd sayını və yaxud hər hansısa bir ayənin əbcəd sayını, hər hansısa bir Allahın isminin əbcəd sayını hesabladıqdan sonra əbcəd sayı nə gəlirsə, bunu elə özünə vururuq. Məsəl üçün, Muhammed isminin əbcəd sayı 132 gəlirsə, 132-yə də vururuq. Başqa bir tutaq ki, Ceyhun isminin əbcəd sayı 400 gəlirsə, elə öz sayına da 400-ə də vuracağıq. Elvin ismi əbcəd sayı 100 gəlirsə, elə 100-ə də vuracağıq. Adın əbcəd sayı nə gəlirsə gəlsin, özünə də vururuq. 132 vuraq, 132. İndi mən bunu kalkulyatorla hesablayacağım. Neçə eləyir? Alınan cavabı nə eləyirik? Alınan cavabdan hər zaman 41 çıxırıq. 132-ni vuraq 132-yə alınır 10.7424. 424. Alınan cavab nə olursa olsun, həmişə 41 çıxır. 41 çıxır. Bundan da çıxanda 41 bərabərdir. Çıx 41 bərabərdir 17.383. 17.383. İndi burada artıq nə edirik? Başlayırıq sırayla soldan sağa rəqəmlərlə hərfləri yazmağa. Birinci hərf ərəb əlifbasından hansı hərfdir? Əlif.
Sonra hansı rəqəmdir? 7. 7-ci hərf nə hərfdir? Z. 7-ci hərfi yazdıq. 17.300. Üçüncü nədir? Cim. Əbcəd sırasında üçüncü hərif cim hərfidir. Sonraki nədir? 8-ci hərif H hərfi. Təqdim edək. 8-ci hərif H hərfi. Bunu da yazdıq. Qaydırıq yenə 3-ə. Üçüncü nədir? Cim hərfi. Bunu necə oxuyursunuz? Ən asan yolun mən sizə göstərdim. Tapılan bu adın axırına ya, il kəlmələri əlavə olunur ki, mələklərin adını öyrənə biləsiniz. Bundan ötürü, rahat tapmaqdan ötürü daxil oluruq Google tərcümə proqramına. Yəni bunu ərəbcə bilməyənlər üçün deyirəm mən. Ərəbcə bilməyənlər üçün burada gələn adı oxuya bilsin. Daxil olduq bu proqrama. Birinci hərf nədir orada? Çıxan. Birinci hərfimiz əlifdir. Əlifi yazdıq. İkinci hərfimiz nədir? Z hərfi. Z-ni yazdıq. Deməli, üçüncü hərfimiz nədir? Cim hərfi. Cimi yazdıq. Dördüncü hərfimiz nədir? H hərfi yazdıq. Sonuncu hərfimiz nədir? Cim hərfi. Yazdıq. Düzdürmü? Yazandan sonra yail kəlməsini, bu hərfləri ki, bu qaydada yazdıq, görürsünüz. Əlif, zə, cim, hə, cim. Yazandan sonra nə yazırıq? Yail kəlməsini əlavə edirik ora. Deməli, mələyin adı nə alındısa, buradan baxırıq. Ən asan yolu budur. Nə alındı? Bunu artıq silirəm. Muhammed adının mələyinin ismi yazaq bura. Cəhail. Əz cəhail. Cəhail. Yəni bu tək peyğəmbərin adının əsması, mələyinin adı deyil ha. Yəni ümumiyyətlə Muhammed isimlərini kim ki istifadə edir, onların sülh ruhanisi, şər ruhanisi yox. Bu addadır. Yəni Muhammed adının müvəkkili bu mələkdir. Bunu bildik. Keçək daha da sizə aydın olması üçün bütün Əhl-i Beyt adlarını izah edəcəyik ki, nəyə görə? Yəni bu insanlar ki, bu adları qoyublar, bu mübarək insanların adlarını qoyublar, o Əhl-i Beytə xatir, biz də onlar əziyyətə düşməsin deyə nə edirik? Əhl-i Beytin adını ki, kim ki qoyub, onların adının, mələklərini, hamısını sizə izah edəcəyik. Sual oluna bilər ki, bu mənim nəyimə lazımdır? Bu sizin dua etməyinizə lazımdır. Mələklərə salam vermək müstəhəbdir. Ona lazımdır. Əssalamu əleykə Məhəmməd adı. Məsəl üçün, namazdan sonra deyə bilərsən ki, namazı bitirəndən sonra, bitirməmiş yox. Əssalamu əleykə yə əz cəhail. Yəni, sən mələyevin adıdır. Sən dua falan yazdıranda özüvə, bunlar da lazım olur. Növbəti ad. Əhl-i Beytdə Həzrət Peyğəmbərimiz Fəxr Aləmin Salavatullahdan sonra Əhl-i Beytin ikinci nümayəndəsi kim? Ali əleyhissalam. Əli ismini başlayaq, hesablayaq. Kimin adı Əlidirsə, yaxın otursun. Əli ismini. Birinci hərf. Hansı hərfdir? Ayn hərfi. Ayn hərfinin əbcəd sayı 70-dir əbcəd tablosunda. İkinci hərf ləm hərfidir. Ləm hərfi neçədir? 30. Sonra üçüncü hərf yə hərfidir. Yə hərfinin əbcəd sayı neçədir? 10. Cavab neçə oldu? 110. Nə edirik?
Əvvəlcə nə demişdik? Adın əbcəd sayında neçə alındısa, elə o rəqəmə də vururuq. Dərhal nə edirik? Hər zaman alınan rəqəmi özü sayına vururuq, 41 çıxırıq. 110'u vurduq 110'a, çıxırıq 41 ardınca. İndi keçək hesablayıcıya. 110 vurulsun 110 bərabərdir 12100. 12100 çıx 41 bərabərdir 12059. 12059. Buranı silək indi bir dənə. Deməli, Əli isminin müvəkkilinin ədədi, müvəkkil mələyinin ədədi 12059 əbcəd sayındadır. Bunu necə baxırıq? Bax, burada 0 gəldi. 0 gəldisə düşür həmişə. 0'a aid rəqəm yoxdur. Ərəb əlifbasında, yəni əbcəd tablosunda baxırıq. Əbcəd tablosunda baxırıq. Oradakı rəqəm hansıdırsa həmən rəqəmə. O 1, 2, birinci hərf hansıdır, ikinci hərf hansıdır, beşinci hərf hansıdır. Buradan baxaraq yazırıq. Birinci hərf əlifdir, ikinci hərf bədir, beşinci hərf hə hərfidir, 9-cu hərf ta hərfidir. Bunları həmişə yazandan sonra üstünə, sonuna yail, mələyi tapanda yail kəlməsini əlavə edirik. Nə edirik? Yenə bilməyənlər üçün yenə keçirik Google tərcümə proqramına. Oradakı hərfləri bir-bir bura əlavə edirik. Oradakı hərflər hansıdır? Əlifdir, bədir, hədir və ta hərfidir. Əlavə etdik, sonuna yail kəlməsini əlavə edirik. Alınan nədir? Əbhətail. Əbhətail. Bunu artıq silək, mələyin adını yazaq. Bilirsiniz niyə tez silirəm? Həm növbəti yazdıqlarım yerləşsin deyə. Əli ismində olanların müvəkkil mələyinin adı nə oldu? Ərəbcə yazmaq istəyirəm. Estağfurullah. Əbhətail. Yəni hamının adı əliflə gəlmir, əbcəd sayı. Bu Əhl-i Beytə məxsus bir şeydir. Hamının adı, adının, məsəl üçün, mələyinin adı ə ilə başlamır. Sonra Əhl-i Beytdə, növbəti Əhl-i Beytin nümayəndəsi. Biraz tərəbə edəyək bunu. Fatimətül Zəhra salamullahu əleyha. Səslənişin yazılır. Fatimət yazmırıq. Tamam mı? Buradan görsənir, bəli. Əbcəd tablosundan baxırıq. Fə hərfinin əbcəd sayı. Fə hərfinin əbcəd sayı 80. Növbəti hərf əlif. Əlifin əbcəd sayı 1. Növbəti hərf ta hərfi. Ta hərfinin əbcəd sayı 9. Mim hərfi növbəti hərf. Əbcəd sayı 40. Sonda yenə nədir? Əlif. Əlif 1. Əbcəd sayı 1. Burada toplayırıq. 81, 90, 130, 131. Görürsünüz nətər yaxın çıxır. Diqqət edirsiniz. Burada məsələ odur ki, təsəvvür edin, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin isminin Muhammeddir. Görün nə qədər dəyişiklikdir. Adları səslənişi. 132-dir əbcəd sayı. Təsəvvür edirsiniz. Qızında Fatimədə nədir əbcəd sayı? Qurban olma olan yatdığı torpağı. 81, 90, 131. Qızında adının əbcəd sayı 131-dir. Oturun bütün gün adları hesablayın. Övladınıza belə ad qoya bilməzsiniz ki, sizin adınızın əbcəd sayı ilə bir rəqəm fərq eləsin. Həzrət Əli əleyhissalamda 110'dur. Xanımımızda
Peyğəmbərimizin qızında gəldi 131. Həmişə nə edirik? Alınan rəqəmi elə öz sayına vururuq. 131'i vurduq 131'ə. Bu 131. Alınan rəqəm 17.161. Nə çıxırıq həmişə alınan rəqəmdən? 41. Mələyin adını hesablayanda 41. Çıxdıq 41. Yerdə nə qalır? 17.120. Nə deyirik? 0 həmişə düşür. 0'ı oxumayacaq. 0'ı oxumayacaq. Bu video lazımı qədər diqqət toplasa, qaraçuxanızın adını necə hesablayırsınız? Müəyyən tədbirlər görməkdən ötürü ki, qaraçuxa deyirlər, yatıb olan belə bir məsələlərlə bağlı hansı tədbirləri görmək olar? 17.120 alındı. 0 düşdü. Birinci hərf, yenə əbcəd tablosundan baxırıq. Oradakı nömrələrlə. Birinci hərf əlifdir, 7-ci hərf üzr istəyirəm zədir, yenə qaydırıq birinci hərf əlifdir, yenə sonra nədir? İkinci hərf bədir. Bunları sırayla yazırıq. Əlif, ardınca 7-ci hərf zə, ardınca əlif, ikinci hərf bə. Sonuna da ya-il əlavə edirik. Yazıq. Asan bir şəkildə birlikdə həll edək. Birinci əlif, zə, əlif, axırda nədir? B hərfi. Sonunu nə artırırıq? Ya-il. Ya-il. Əzbəya. Bir dəqiqə. Bə. Alınan cavab nə oldu? Əz-əbayil. Bu pozumu sonra yazdım. Əz-əbayil. Fatimə isminin adı Əz-əbayil. Müvəkkili. Əz-əbayil. Fatimə isminin. Növbəti İmam Həsən əleyhissalam. İmam Həsən əleyhissalam. Başlayaq, əbcəd tablosundan baxaq. Hə hərfinin əbcədi 8. Sin hərfinin. Burada səliqəsiz yazıram. Uyğun deyil duruşum ona görə. Nun hərfi 50. Neçələdir? Sin hərfi 60'dır. 60'ın üstünə 50 gələndə 110. 110'un üstünə 8 gələndə 118. Deməli, əbcəd sayı nədir Həsən adının? Ümumilikdə, baxın görün buradan düşəcək, buradan yazım. 118. Alınan rəqəmi neyinirik? Vururuq 118'ə. Alınan rəqəmi. Öz sayına vururuq. Həmişə adın əbcəd sayı nədirsə, ayədə də belədir. Ayə hesablayırsınızsa, ayənin ümumi əbcəd sayı neçəyə çıxdısa, yəni müvəkkilin. Düzdür, neçəyə çıxdısa, öz sayına vurursan. 118 vuraq, 118. Vurandan sonra neyinirik? Ayədə də 41 çıxırıq və orada onun həmən ayənin müvəkkilinin adını tapırıq. Burada 118'i 118'ə vuranda 13.924. Ne edirik? Hər zaman 41 çıxırıq. Dərhal 41 çıxdıq. Yerdə qaldı 13.883. Baxırıq əbcəd tablosundan bu hərflərin sıralanmasına. Birinci hərf əlifdir. Üçüncü hərf cim hərfidir. 8-ci hərf ha hərfidir. Yenə ha hərfidir. Yenə cim hərfidir. Qəribə bir ad ortaya çıxacaq. Hərflərin gedişatından görülür. Sonuna nə artırırıq həmişəki kimi?
yail. Dərhal götürək. Tərcümə proqramı burada yazaq gələn hərfləri. Əslində səslənişin doğru bilsəz, ərəbcə bilənlər bilir. Əlif, cim, ha, ha, cim. Səslənişin düzgün bilsəz, dərhal başa düşərsiniz adı. Ona görə sizə ən aydın üsulla başa salmağa çalışıram mən. Ha yazdım səhvən. Əlif, cim, ha, cim, yail. Baxaq görək nədir? İmam Həsən əleyhissalamın ismində 13-ün. Həcail. Bunu sileyim, yadımdan çıxmış. İmam Həsən, üzr istəyirəm, İmam Həsən əleyhissalam, yəni Həsən adlı isimlərin müvəkkil mələyi Həcail. 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 Tapdıq. Həzrət Peyğəmbərimizin adında olanların, Muhammed adında Əzcəhail, Əli ibn Əbu Talib əleyhissalamın Əbhətail, Əli adında olanların müvəkkil ismi, Fatimə adında olanların müvəkkil mələyinin ismi Əz-Əbail, Həsən adında olanların müvəkkil mələyinin ismi Həcail. İmam Hüseyn əleyhissalamın isminin müvəkkil mələyinə baxaq. Kim ki bu isimdədir, Hüseyn ismində onların müvəkkil mələklərini hesablayaq. Ha hərfi, əbcəd sayı 8, sin hərfi, əbcəd sayı 60, yə hərfi, əbcəd sayı 10, nun hərfi, əbcəd sayı 50. Əbcəd sayı belə 5 olar. Nə pis yazdım 5-i. 50. Neçə alınır? 60, 60, 128. 128. Görürsünüz adlar bir-birinə necə yaxındır əbcəd sayı əhli beytdə. 128-i dərhal nə edirik? Həmişə alınan rəqəmi nə edirik? Özünə vururuq. Neçə rəqəm alırıqsa özünə vururuq. 128 vuraq 128 bərabərdir 16.384 çıxaq 41. Yerdə nə qaldı? 16.343. Hüseyn ismində mələyin isminin, müvəkkil mələyin isminin adının əbcəd qarşılığı 16.343-dür. Dərhal baxırıq əbcəd tablosuna. Birinci hərf, yenə həmişə olduğu kimi Əhl-i Beytdə əlif, sonra 6-cı hərfimiz vav, 3-cü hərfimiz cim hərfi, yəni c, siz başa düşəsiniz belə deyirik. 4-cü hərfimiz dəl hərfi, yenə 3-cü hərfimiz cim hərfi. Üstə nə gəldik? Yail kəlməsini yenə. Baxaq, görək nə adlanır. Birinci hərf əni yazırıq, ikinci hərf vav hərfini yazırıq, üçüncü hərf yazırıq yenə cim hərfini, dördüncü hərf dəl hərfini yazırıq. Dəl hərfini yazdıqdan sonra yenə sonda cim gəlir və yail kəlməsini artırırıq ora. Alınan cavab nədir?
Əvcədəcail. Əvcədəcail. Görün, İmam Həsən ismi ilə Hüseyn isminin indi oxşarlığına baxın, müvəkkil mələklərinin. Əcəhəcail birindədir, digərində isə gəlir ki, əvcədəcail. Əvcədəcail. Bunu silək. Yazaq. Əvcədəcail. Əvcədəcail. Hamınıza aydın oldu inşallah ki, bundan artıq mən nə cür izah edeyim bilmirəm. Görürsünüzmü? Hər biri bu 5 ismi hamısının müvəkkil mələklərini sizə hesabladıq. Nəyə görə? Üst-üstə hesablayırıq ki, başqa tərzlərlə sizə aydın olsun. Burada göstərdiyimiz kimi öz isminizin müvəkkilini hesablaya bilərsiniz. Müvəkkil mələyinizi namazda qılıb hədiyyə edə bilərsiniz, dua edə bilərsiniz, salamlaya da bilərsiniz. Sizi qoruyan müvəkkil mələyi Allahın güc və qüdrəti ilə, izni ilə inşallah və xüsusi tilsimlərdə, dualarda mütləq bu mələklərin adı lazım olur. Sizə duanın göstərilən səthi tərəfini görürsünüz. Məsələn, bu dua sənə yazıldı. Sənə bu duanı yazacaq. Amma yəni əsl dualarda, əsl görülən işlərdə sizin görmədiyiniz tərəfdə bu müvəkkil isimlərindən kimi saatına qədər hər bir detalları var, bunların xırdalıqları vardır ki, bunlarla müəyyən məsələlər edilir. Özünüz də bu işlərlə həvəsiniz varsa, mütləqdir ki, adınızın bu şəkildə müvəkkil mələyini öyrənəsiniz. Çox da maraqlı bir məsələdir. Lazımi qədər inşallah diqqət görsəm var bu tip məsələlərə. Qaraçuxanızın da video lazımı diqqəti toplasa, qaraçuxanızın da isminin hesablamağın qaydasını sizə öyrədəcəm. Özünüzün, övladınızın, ailə üzvlərinizin qaraçuxalarının adını hesablaya biləsiniz. Sağ olun, Allah əmanət olun.